Fransa və Ukrayna prezidentlərin tərifi ilə tarixi sayılan böyük bir müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, qarşıdakı 10 il ərzində 100-ə qədər Rafale qırıcısının alınması nəzərdə tutulur. Eyni zamanda cəbhədə döyüşlər davam edir. Rusiya Zaporojye vilayətində yeni irəliləyişlər barədə məlumat verir, həmçinin Ukraynanın enerji infrastrukturuna zərbələr indirib. Balakliya şəhərinin raket atəşinə tutulması nəticəsində 3 nəfər həlak olub. Ukraynanın pilotsuz təyyarə zərbəsindən sonra Rusiyanın Omsk vilayətində qaz kəmərində baş verən yanğın söndürülüb. BMT Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı və Trumpın Qəzzədə müharibəni dayandırmaq planını təsdiq edən və beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsinə icazə verən bir qətnamə qəbul edib. Fələstin rəhbərliyi Rusiya və Çinin bitərəf qalması şəraitində qəbul edilən planı alqışlasa da, Həmas silahsızlanma tələbini rədd edib. Bu siyasi inkişaf didərgin düşmüş Qəzzalıların dərin humanitar böhranla üzləşdiyi bir fonda baş verir. Mövcud atəşkəsə baxmayaraq, qışın güclü yağışları müvəqqəti düşərgələri basır və ailələri sığınacaqsız və istiliksiz qoyur. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə prezident Donald Trump arasında Ağ Evdə gözlənən görüş, onun jurnalist Camal Xaşoqçinin qətlindən sonrakı ilk səfəri olacaq və münasibətlərin transformasiyasını, mübahisəli bir fiqurdan regional əsas sülh məramlıya çevrilməsini yekunlaşdırmaq məqsədi daşıyır. Son illərdə bin Salman Ukrayna məsələsində fəal vasitəçilik edir, İranla münasibətləri normallaşdırır və Qəzzədə atəşkəsi təşviq edir. Eyni zamanda İsraillə münasibətlərin normallaşmasını Fələstin dövlətinin yaradılması ilə şərtləndirir. Bu səfər iki ölkə arasındakı strateji maraqların insan hüquqları məsələlərindən üstün tutulduğu sövdələşməyə əsaslanan münasibətləri vurğulayır. İraqın seçki komissiyası seçkilərin yekun nəticələrini təsdiqləyib. Nəticələrə görə baş nazir Məhəmməd Şiyə Əl-Sudaninin seçki siyahısı 329 yerlik parlamentdə 46 mandat qazanaraq birinci olub. Heç bir partiya tək başına hökumət qura bilmədiyi üçün siyasi qüvvələr digər qruplarla ittifaqlar qurmaq məcburiyyətində qalacaqlar. Bu səbəbdən əksəriyyət təşkil etmək üçün aparılan danışıqlar şəraitində yeni hökumətin formalaşması aylar çəkə bilər. Bangladeşin devrilmiş baş naziri Şeyx Həsinə ötən ilki tələbə üsyanını vəhşicəsinə yatırmaq əmri vermək ittihamı ilə qiyabi olaraq ölüm cəzasına məhkum edilib. Hökmün elanından sonra paytaxt Dəqqədə etiraz aksiyaları başlayıb. Müvəqqəti hökumət isə qərarı tarixi adlandıraraq Hindistandan Həsinanın ekstradisiyasını tələb edib. Həsinanın özü isə məhkəmə prosesini saxta tribunal adlandırıb. BMT-nin məlumatına görə isə onun əmri ilə həyata keçirilən təzyiqlər nəticəsində 1400-dən yaxın insan həlak olub. Venezuela prezidenti Nicolas Maduro, ABŞ prezidenti Donald Trumpın danışıqların mümkünlüyü barədə ifadəsinə cavab olaraq, hökumətinin birbaşa dialoqa açıq olduğunu bəyan edib. Maduro, diplomatik həllə sadiqliyini vurğulamaqla yanaşı, hərbi güc tətbiq təhdidlərini də pisləyib. İki ölkə arasında bu bəyanat mübadiləsi, illərdir davam edən gərgin münasibətlər, ABŞ sanksiyaları və Venezueladakı dərin siyasi və iqtisadi böhran fonunda baş verir.